Salam aleyküm. Bura Yasamal rayonu, Sovetski. Gördüğünüz kimi burada bir neçə ildir ki, Alyans şirkət tərəfindən söküntü, tikinti işləri aparılır. Hörmətli cənab prezidentimiz İlham Əliyevdən artıq dərəcədə xahiş edirik ki, bu işə ədalətli şəkildə, düzgün şəkildə aparılsın. Bu ayın, noyabr ayının 25-i Alyans şirkət tərəfindən verilmiş məhkəməyə, bu ayın 25-i məhkəməmizdir. İnşallah Allahın izni ilə Yasamal rayon məhkəməsinin sədri, hakimi düzgün şəkildə bir qərar verər, insan hüquqlarına sığınaraq, cənab prezidentimizin qoyduğu sərəncamlarla, qanunlarla bu gördüyünüz haqsızlıqlar sona yetər inşallah Allahın izni ilə. Mən 12 nəfərdən, 4 ailədən ibarət ailə yaşayırıq burada. Burada gördüyünüz kimi nə insan hüquqları qorunur, nə konstitusiyaya baxılan olur, nə dövlətimizin qoyduğu qanunlara baxan yoxdur. Xahiş edirik dövlət başçımızdan, cənab prezidentimiz İlham Əliyevdən bu işə düzgün şəkildə qərar verilsin. Artıq dərəcədə xahiş edirik. Çox.